həftə qonağım hər kəsin çox yaxşı tanıdığı məşhur teleaparıcı Mikayıl Güləddin oldu. Mikayıl, xoş gördük. Necəsən? Teşekkürler. Bura xoş gəldin. Bugün mən gedirmişəm bağışlayın. Mükəl həmişə sən çəkib paylaşırsan, bir dəfə də biz sizi çəkməyə gəlmişik. Çək, qardaş, çək. Kral, Necəsiz, bugün xoş gördük. cəzalısan sən. Bugün cəzalıyam, bəli. Ha, cəzan da nə olacaq? Nə olacaq? Mən Mikayılın avtomobilindən belə də mütləq ki, şəkildə Mikail üçün nə desən okey. Var. Həfşə. Cəzamı Mikaildən. Mikailin burada qalır. Qardaş, razılaşdıq. Razılaşdıq. Heç Onu bilmirdim keç- mövzu nədir, problem Keç yox. bir dənə yoxla görək nə var Mikayılın avtomobilində. Bax üstün görsən də nə Yox, var, göndərdi. mən də gəldim. Yanacaq sərfiyatı çoxdur, bu 4 motor sürür. Əlbəttə ki, fikir verməyəcək 4 motor sürən oğlan ona. Normaldır. Mikayıl neçə ildir sürürsən bunu? 7 ildir. 7 ildir səndədir, maşallah. 7 ildir. Hələ 7 ildir. Axırıncı servizə nə vaxt almısan? Servisdə Bəli. bilmirəm. Deyəsən pandemiyadan yeni sonra idi. 5 il bundan əvvəl. Bəli. Nə vəziyyətdə? Da 5 ildir də maşına Yaxşı baxılan görsən. yoxdur. Amma parametrlər mükəl düzgün deyil. Sən müğənnilərdə çağırıb orada danışırsan, mən də maşından danışım da qardaş. Danış qardaş. Belə şey olur. Bu nə maşını da saxlayırsan ha? Üzr istəyir. Allah eləməsin. Hə qardaş, imkan olsa bax, məsəl üçün bunda Nə qədər zaslonka deyilən bir 28% çikli göstərir. Bir balaca, yox, elə bir xərci yoxdur. Olsun 500.000 manata yaxın heç xərci olar olmaz maşının. 500.000 manat. 1000 manat hazır bu saatın 1000 pul manat. qabısında var. Bax 1000 manata gəl maşına mən xərcləsəm, Aha. deyim də 5 gün narahat yatacam. Sən belə elə də, sən 5 ildir bu maşına 1 manat pul xərcləmirsən. Amma O 5 1000 il- manatı 5 ilə bölsən heç aya heç nə düşmür, qəpik quruş düşür. Qardaş, maşın mənim deyil. Belə sürür. İşləməsi belə normal görünməyinə, amma bir balaca görürsən ki, maşallah olsun. Axırı da ustada olmusan? Sonuncu Düzdür də 5 il bundan qabaq. Sonuncu dəfə deyimdə ustada hardasa təxmini 5 il qabaq. 5 il bundan qabaq bu maşından usta baxıbsa, burada bir bot var, onun yerinə bağlamayın. Mən həmişə ustalar haqqında danışıram, deyirlər ustalardan danışma, amma göstərirəm. Ustaların tural əksəriyyətində olur. Deyir bu artıqdır. Bu artıqdır. Baba bura bir bot var, onu bağlamayıblar yerinə. Sağ olsunlar yəni Deyib ki, qardaşım. artıqdır da. Çal, gedə inşallah motorun çıxıb düşəcək yerə. İnşallah deyəndə qarğış eləmirəm. Yəni deyirəm müğayət olasan da biləsən. İş var, sən bilirsən, iş var, mən bilirəm qardaş. Yüngül gətirərsən xərci var da qardaş. Sən ürəkli oğlansan, bunu hamı deyir. 500 manat, 500 manat nə puldur ki, ona görə 5 Son gün vaxtlar narahat ürəkdə edirsən. problem yaranır. Sən imkanla bu radarı yerinə keçir, barmağım biri burada büfedən. Hə, o radar yeridir. Ona görə düyüldür. Hə, ona görə deyilir. Bu radarın bir işləməyəndə heç bir işləmir. Heç olmasa bunun yuduzdur Hə, qardaş. heç olmasa yıldızdır. Heç olmasa yuduzdur. Yıldızlarla pula 15 çatmır, 20 manat. 20 manat. O verəndə narahat olmursan. Balaca elə bir allergiya, amma gedir. Amma gedir, amma gedir. Tamam qardaş, yaş. Bizim servisimizdə nə qulluq desən var. Sənin maşının birindən sonra 10 dəfə pulsuz yuyulmaq, ximsiz qar məndən sənə hədiyyə. Mən bayaq salam verdim, dedim xoş gəlmisən ha. Sənin bu sözündən sonra lap xoş gəlmisən. Sağ ol. Təşəkkürlər, çox sağ olun Əbdül. Sənin bu yaxşılığını mən Unutmayacaqsan. Mikayıl, mən də sənə də təşəkkür edirəm. Sağ ol. Çox sağ ol, vaxtını ayırdın. Çox Sağ ol. vaxtını almayacağam. Bilirəm ki, uşaq məktəbdə gözləyir. Ona Bəli. görə səni yola salacağam. Get uşağı götür. çox sağ olun, Öpürəm. minnətdaram. Sağ olun. Təşəkkür edirəm. Şad. Sağ olun dostlar. Var olun. Mən bir dəfə üzürlü sayında, mən bu dəfə gecikdim. İnan Yox, bu Allaha. dəfə deyil. Literal həmişə gecikirsən sən. Mən səni həmişə gözləyirəm. Müştərilərimiz çoxdur bir balaca. Maşallah olsun, Allah var eləsin. Bəlkə həmişə çox olsun, Amin. həmişə bol olsun müştərin. Bu Mikailin maşını motoru vuracaq. Mikail, Sən arxanda qarğış deyirəm. eləyirsən. İnşallah deyirəm ki, yəni özünə bir şey olmasın. Motor təki dağılsın, 3-5 min də yığarıq. Və biz sonra qazanmayaq. Sən pula görə cəmaatın istəyirsən maşını da alsın. İstəmirəm və deyirəm inşallah ki, motor dağlar özünə heç nə olmaz. İnşallah. Allah bizim olmaz. servizdən əziz eləməz. Əziz tamaşaçılar, sizlərlə də sağollaşıram. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun. Gedin mənim maşınımda görmüsünüz. Getdik.